mənim Beynəlxalq İnsan Hüquqları Məhkəməsi tərəfindən xeyrimə 2 qərarı var. Bu qərarların icra etməmək üçün hələ 2 ildir çıxıbdı, qərarlar çıxıbdı, qərarlar icra olunmur. Qərarlar icra olunmur. Niyə icra olunmur? Çünki bunlar cəmiyyətdə həmin bu əməlləri bunlar törədiblər. Bunların ifşası deməkdir. Bunların bu qərarların icrası, yerinə yetirilməsi icrası, bunların ifşasının cəmiyyətin göz önündə ifşası deməkdir. Ona görə də bunlar müqavimət göstərirlər və mərkəzdə bunların güclü dayaqları var. Dayaqlarından biri də bunları hakimiyyətə gətirmiş, qoymuş, yerləşdirmiş Ramiz Mehdiyevdir əməllərinə görə. Dəfələrlə mən qəbul üçün prezidentə dəfələrlə telegramma vurmuşam. Telegramma vurmuşam ki, xahiş edirəm bu vəzifəli şəxslərin korrupsiya əməllərindən məşğul olmasından əlaqədar bizə ziyan vurmağı, bizi vətəndaş hüquqlarının, insan və hüquqlar azadlıqlarından məhrum etmələrindən əlaqədar bizi qəbul etsin. Dəfələrlə bilir. Lakin deyirlər ki, sizin video konferans formasında qəbul edirik. Video konferans formasında qəbul etməyiblər, heç bir şey eləməyiblər, gizlədiblər. Mərkəzdə olan nümayəndələri, Məhərrəm Quliyevi müdafiə edən şəxslərin vasitəsilə gizlədiblər bizim müraciətlərimizi gizlədiblər. Axırda mən həbs ediblər.